əllərin irəli sürdüyü əməllərlə olacaq. Şəhadət edirəm ki, Məhəmməd onun qulu elçisidir. Qiyamət saatından öncə göndərdiyi, xəbərdar edən, müjdələyən bir elçisidir. Allahla qorxuzub, yatmış qafil, qəlbləri oyadıb deyərək ki, mənim bildiyimi bilsəz, az gülüb çox ağlayardınız. Sonra Allahın salamı və salavatı olsun onun üzərinə, ailəsinə, əshabına, bu yolda addımlayan hər bir kəsə. Və sonra deyirəm ki, Allahdan qorxun. Həqiqi təqva ilə, layiqli qorxu ilə. Qorxun elə bir qorxu ilə ki, sanki yəqinsiz ki, önündə duracaqsınız. Soruşulacaqsınız ömrünüzdən, soruşulacaqsınız gözünüzdən, qulağınızdan, aşkarınızdan əvvəl gizlinizdən. Və Allah'ın da olsun ki, ölümü xatırlamaq ümidləri daraldar. Hesabı xatırlamaq, yada salmaq qəlbləri titrədər. Və Allah'ı çox tanıyan ondan çox qorxar. Və bu da ariflərin sifətidir. Və neçə günlər keçib bizim üçün və elə zənn etmişik ki, adidir. Lakin həqiqətdə bir risalədir. Həqiqətdə bir elçidir. Neçə yorğunluğa saklanmışıq. Demişik keçib gedər. Həqiqətdə xəbərdarlıq olub. Neçə cənazə vidalaşmışıq onunla. Demişik, hələ sıra növbə bizə çatmayıb. Əksinə, o isə bizə deyib ki, sıra yaxınlaşıb. Bugün ölümdən danışmayacaq, yox. Lakin onu aparan yoldan danışacaq. Onun elçilərindən danışacaq, hansı ki ondan qabaq gəlir. Sonra mələklərdən danışacaq. Hansılar ki onu tamamlayır, son möhrü qoyur. Bu Allah'ın sünnətidir. Bəndələri üçün qoyduğu bir sünnətdir.